Salam hörmətli izləyicim, niyə Yengicə bahalaşacaq dediyim. Baxın, su elektrik stansiyasının tikintisi artıq davam edir və sürətli tikinti gedir. Çox böyük gölü falan olacaq, yəni çox böyük ərazidir. Belə bir yer olmayacaq. Yəni mənzərə, dağ, dərə, hər şey burada var. Yəni baxın, insanlar gəlib burada pikniklər falan qururlar. Yəni arxada dağların da gözəlliyini görürsüz. Çox gözəl yerlərimizdir və belə yerlər yoxdur. Maraqlanan şəxslər mənimlə əlaqə saxlasınlar. 055 206 90 26. Qardaş, Yengicə, Tüntüldə torpaqlar bahalaşacaq. Vaxtında üstünə düşün. Əmirvanda torpaq bahalaşacaq. Vaxtında üstünə düşün. Bu ərazidə, Əmirvan ətrafında, Yenikənddə torpaq bahalaşacaq. Yenikənd, Əmirvan, Əmili, yəni buralar konkret bahalı yerlər olacaq. Vaxtında torpaq alın ərazidən. Çəkinməyin, qorxmayın, qardaş. Torpaq bahalaşacaq. Çox böyük tikintilər gedir, çox böyük layihələr var. Ərazidə gözəl, yəni Çənlibel kimi bir yerdə, elə bilin ki, Qaçaq Nəbinin olduğu bir ərazi. İzləmədə qalın.